Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda Emaşem kitabının ən sonuncu nəşrindən ibtidai sinif müəllimləri üçün yaş məsələlərinə aid sonuncu 5 suala baxacağıq. Qeyd edirəm ki, sonuncu 5 suala baxmağımızda məqsəd həmin sonuncu 5 sual MIQ imtahana hazırlaşan, istəyir MIQ, istəyir sertifikasiya fərqi yoxdur. İmtahana hazırlaşan müəllimlərimiz üçün daha çətin, daha mürəkkəb görsənən suallardır. Bundan əvvəlki yaş məsələlərinin izahları köhnə kitab nəşri ilə olan, yeni kitab nəşri ilə yox, köhnə kitab nəşri ilə olan suallar arasında elə də fərq yoxdur. Bir çoxu demək olar ki, eyni suallardır. Sadəcə yerləri fərqli ola bilər. Onlar da YouTube kanalımda var. Şamxal Sadıqlı yaş məsələləri yazaraq və yaxud da Şamxal Sadıqlı Emaşem yaş məsələləri yazaraq kanalımızdan həmin yaş məsələlərinə aid izahlara baxa bilərsiniz. Və yaxud da digər video izahlara. Əlavə olaraq da rəy bölməsində pulsuz WhatsApp qrupumuzun linki qeyd olunubdur. Həmin linkə daxil olaraq suallarınızı göndərə bilər və ya suallardan, izahlardan, sınaqlardan və s. yararlana bilərsiniz. Hər birinizə uğurlar olsun. Başlayaq sualların izahına. 246-cı sualda bizə deyir ki, Yusif, Yusifin atası və Yusifin babasının yaşları ilə bağlı məlumatlar aşağıda verilmişdir. Onu da qeyd edək. Yusif, atası və babası. Nə deyir bizə? Yusifin bugünkü yaşı A. Yusifin yaşına yazdıq. A. Atasının yaşı Yusifin yaşının A çıxılsın 2 qatına bərabər. Yusifin yaşı A idi axı. A çıxılsın 2 qatı deyəndə nə edirik? Deməli, A-nı, yəni Yusifin yaşı A idi. Vurmalıyıq nəyə? A çıxılsın 2-yə. Niyə mötərizədə yazdıq? Əvvəlki video izahlarda da qeyd etmişdik. 2 ifadə varsa, mütləq nədə yazılır? Mötərizədə yazılır. Bu oldu atasının yaşı. Babasının yaşı Yusifin yaşının A plus 1 qatına bərabərdir. Yusifin yaşı A idi. A-nın A plus 1 qatı deyəndə, yəni vurmalıyıq. Qatı artıq deyəndə nə olur? Vurulur. Onda olacaq A vurulsun A plus 1-ə. Və bizə deyir ki, üçünün yaşları cəmi 98-dir. Bu məlumatlara əsasən Yusifin atası neçə yaşındadır? Tapaq onu da. Yaşları cəmi deyəndə toplamalıyım. Yəni Yusifin yaşı A, üzərinə gəl atasının yaşı A vurulsun A çıxılsın 2, üzərinə gəlsin babasının yaşı A vurulsun A plus 1 bərabərdir 98. A olduğu kimi yerində üzərinə gəlsin. Paylama qanununa görə A-nı A-ya vuranda nə yaranır? A-nın kvadratı. Yəni eyni ədəddə A vurulsun A, A-nın kvadratı. 2 dənə olduğuna görə kvadrat üstündə 2 yazılır. 3 dənə olsaydı kubu yazılacaqdı, üstündə 3 yazılacaqdı. Sonra isə nə edirik? A-nı vururuq 2-yə. A-nı 2-yə vuranda çıxılsın 2A. Üzərinə gəlsin. Növbətində A-nı A-ya vuranda yenə də olur A kvadratı. A-nı 1-ə vuranda deməli üzərinə gəlsin A olmuş olur. A kvadratını A vurulsun A kimi də yaza bilərsiniz. Fərqi yoxdur. Əgər sizə qaranlıq qalırsa, çətin gəlirsə vəsə. Bərabərdir 98. Sonra isə burada baxırıq ki, eyni ifadələri toplayaq. A, A. Toplayanda bizə nəyi verir? Bunları sildim, bir dəfəni yazıram. Nəyi verdi bizdə? 2A-nın verdimi? Verdi, bəli. 2A burada var. Çıxılsın 2A burada var. 2A-dan 2A-nı çıxdı. Necə ki, məsələn, 7-dən 7-ni çıxanda 0 qalmırdı. 2A-dan da 2A-nı çıxanda nə qalır yerdə? 0. Yəni bunlar bir-birinə getdi. Yerdə təkcə nə qaldı? A kvadratı, A kvadratı. A kvadratı üstə A kvadratı, yəni 2 eyni ədədi toplamaq 2 vurulsun həmin ədəddir. Məsələn, 5 üstə 5, 2 vurulsun 5 demək. 6 üstə 6, 2 vurulsun 6 demək. Bu da eynən A kvadratı üstə A kvadratı. Bu bizə verir 2A-nın kvadratı bərabərdir 98-ə. 98-i 2-yə böləndə A kvadratı bərabərdir 49-a. A kvadratı dediyi nəyə göstərir bizə? A kvadratı o deməkdir ki, A vurulsun A. Hansı 2 eyni ədədi bir-birinə vuranda 49 edir? Buradan da A bərabər olur nəyə deməli? 7-yə. A-nı tapdıq 7. Yerinə qoyub həm Yusifin, həm atasının, həm də babasının yaşını tapa bilər. Bizdən də nəyi soruşur? Bu məlumat əsasən Yusifin atası neçə yaşındadır? Atasının yaşı da A vurulsun, A çıxılsın 2 idi. Yəni 7 vurulsun, A-nın yerinə 7 yazırıq. 7 çıxılsın 2. 7 5-in 35. Deməli Yusifin atasının 35 yaşı var. Yusifin atasının 35, Yusifin özünün 7, babasının yaşı isə 7 üstə 1 8.
7-8-in 56 yaşı varmış. 246-da cavabımız oldu B variantı. Keçək növbəti suala. 247-ci suala baxırıq. Kamal, Ləman, Nurlan və Nəzrin yaşları ilə bağlı məlumatlar aşağıda verilir. Onu da qeyd edək. Kamal, Ləman, Nurlan, Nur yazaq buna, bir də Nəzrin, Nəz yazaq. Deməli, hər birinin yaşı natural ədədlərlə ifadə olunmuşdur. Natural ədəd, yəni 1-dən başlayır, natural ədədlər sonsuza kimi davam edir. Yəni burada kəsr ədəd, onluq kəsr və s. yoxdur. Ləman Kamaldan 1 yaş böyükdür. Kamalın neçə yaşı var bilirikmi? Xeyr. Onda Kamala x qeyd etsə, Ləman bundan 1 yaş böyük, Ləmanın yaşı olur x plus 1. Bunu qeyd etdik. Nəzrinin 3 il əvvəlki yaşı Kamalın indiki yaşına bərabərdir. Baxın, Nəzrinin 3 il əvvəlki yaşı Kamalın indiki yaşına bərabər. Baxın, birinci ilə bərabəri götürək, x götürək. 3 il əvvəlki yaşı. Məsələn, mən deyirəm ki, 3 il əvvəl mənim deməli 24 yaşım vardı. İndi mənim neçə yaşım var? 24 üstə 3 gəlirsiniz, deyirsiniz 27. 3 il əvvəl mənim 15 yaşım vardı. İndi neçə yaşım var? 15 üstə 3 gəlirsiniz, deyirsiniz 18. 3 il əvvəl 10 yaşım vardı. İndi neçə yaşım var? 10 üstə 3, 13 və s. Düzdürmü? Aydın oldu mu? İndi 3 il əvvəl Nəzrin x yaşı vardısa, 3 il əvvəlki yaşı Kamalın yaşına bərabərdir. İndi neçə yaşı var? X plus 3 oldu. Yəqin ki, artıq aydın oldu. İndi isə nə deyir bizə? Nurlan Ləmandan böyük, baxın, Ləmandan x plus 1-dən böyük Nurlan, deməli, Nəzrindən kiçikdir. X plus 3-dən kiçikdir. Bu x-lər onsuz eynidir. Baxın, bunda da x var, bunda da x var. Burada bir problem yoxdur. Sadəcə nə qalıb burada? 1 və 3. Yəni, Nurlan 1-dən böyük, bax, belə fikir, 3-dən kiçik, belə 1-dən böyük, 3-dən kiçik hansı ədəddir? Baxın, fikirləşin, hər hansı bir ədədimiz var. 1-dən böyük, nədən kiçikdir? 3-dən kiçikdir. Və natural ədəd, bax, ilk şərtdə nə vermişdik? Natural ədədlər, yəni sayıla bilən ədəd. Təbii ki, 1 ilə 3 arasında sonsuz sayıda ədəd var. 1 tamamda neçə, 2 tamamda neçə və s. sonsuza kimi ədədlər gedir. Amma sırf natural ədəd deyirsə, sadəcə hansı ədəddir bu? 2. Onda deməli, Nurlanın yaşı nə olmadı? Nurlanın yaşı, bir saniyə, x plus 2 olmalıdır. Çünki Ləmandan böyük, Nəzrindən isə kiçikdir. Onda Nurlanın yaşını yazıram. X plus 2. Yəqin ki, artıq tam aydın olmuş oldu. Və hamısının bugünkü yaşları hasili deyir 5040-dır. Hasil nə deməkdir? Yəni, bütün ədədləri, yaşları göstərən ədədləri bir-birini vurur. Onda biz nə edərik? 540-ı, daha doğrusu 5040-ı sadə vurğulara ayırarıq. 5040 2-yə bölünər. 2500, o da 20, 2520. 2-yə bölərəm 1000, 250, o da 10, deməli 1260. 2-yə böləndə 500, 600, 630. 2-yə böləndə 315. 3-ə böləndə 105. Sonra 3-ə böləndə 35, 5-ə böləndə deməli 7, 7-yə böldük 1. Bundan sonrasını nə edirik? Bundan sonrasını burada fikir versək ki, bunların yaşı ardıcıl ədədlərdir. X, x plus 1, x plus 2 və x plus 3. Yəni, 1-1 artır. Ləman Kamaldan, Ləmandadır, bəli. Ləman Kamaldan 1 yaş böyük. Nurlan Ləmandan 1 yaş böyük. Nəzrin də Nurlandan 1 yaş böyük. Bir ardıcıl artır. Onda biz burada tapdığımız ədədlər vardı, sadə vurğulardı. Elə seçməliyik ki, bunların hasilini götürdükdə hər biri bir-birindən 1 fərqlənsin. Yəni, növbəti əvvəlkindən kiçik ədəddən 1 böyük olmuş olsun. Baxırıq, burada da necə götürə bilərik? İndi 1-2 seçimdən sonra, mən bir dəfəlik bura qeyd edəcəm. 1-2 seçimdən sonra bunu tapa bilərik. Burada necə? Deməli, burada 3 dənə 2-ni 1 götürərəm. 3 2, 2 2, 4, 4 2, 8. 2 dənə 3, 3 vur 3-ə 9 götürərəm. 2 vurulsun 5, bax, bu 2 ilə bu 5-i. 2 5-i neçə elədi? 10. Bura 10 yazdım. 7-nin də olduğu kimi saxladım yerində. 4 nəfər düzəltdimmi? Bəli. Hər biri bir-birindən 1 fərqlənirmi? Bəli. Baxın, nə var? 7, 8, 9 və 10. Həqiqətən də 7, 8, 9, 10-u bir-birinə vuranda cavab eləyir 5040. Və ən kiçik kimdir burada? Ən kiçik Kamaldır, x. Deyim, onda x 7. Sonra x plus 1, yəni 7-dən 1 artığı
neçə var? 8. Sonra 8-dən deməli 7-dən 2 artığı və yaxud da 8-dən 1 artığı kimi fikirləşə bilərik. Neçə gəlir? 9. Sonra isə yazırıq. Növbəti yerdə nə qaldı? 7 üstə 3, 10 və yaxud da buradakı ədədləri elə yazmış olduq. Ardıcıl oldu ədəd. Bizdən Nurlan neçə yaşındadır soruşur. Nurlanın yaşı oldu neçə? 9. Cavabımız oldu. Deməli 247-də C variantı. Keçək növbəti suala. 248-ci suala baxırıq. 4 qardaşın yaşları ilə bağlı aşağıdakı məlumatlar bilinir. 4 qardaş onu da qeyd edirik. 1-ci, 2-ci, 3-cü, 4-cü qardaş qeyd etdik. Yaşları cəmi 120. Okay. 1-ci qardaşın yaşı deməli, digərlərinin yaşları cəminin yarısına bərabərdir. Baxın, bu yarısı nə deməkdir? Yarısı elə bunun 2-də 1 hissəsi deməkdir. Düzdürmü? Yarı deyəndə 2-yə bölürük və yaxud da 2-də 1-ə vurur. İkinci qardaşın yaşı digərlərinin yaşları cəminin 3-də 1-i, üçüncü qardaşın yaşı digərlərinin yaşları cəminin 4-də 1. Baxın, digərlərinin bu tip məsələlər əsasən biz nədə keçirdik? Kəsr məsələsində. Necə ki, video izah paylaşmışdıq, kəsr məsələlərinin daha tez həll olunması kanalda da var. Bu tip və ya bundan da belə deyək, çətin görsənən məsələləri daha rahat necə həll edirik, orada da qeyd etmişdik. İndi həmin o kəsr məsələsi kimdir? Eynən. Baxın, necə eləyirdik? Məxrəclə sürəti toplayırdıq. 2 üstə 1, 3. Yəni, birinci qardaşın yaşı digərlərinin yaşları cəminin 2-də 1-i. Demək, digərlərinin yaşları cəmi 2 hissəsidir. Bu da 1 hissəsi. Bu eləyir neçə hissə? 3 hissə. Xəliyyədə seçəcək artıq bunun üçün. İkinci qardaşın yaşı digərlərinin yaşları cəmi 3-də 1-i. Yəni, digərlərinin yaşları cəmi 3 hissə. Bu da 1 hissə. 3, bu da 1. Cəmi neçə hissə eləyir? Toplayırdı. Cəmi edirdi deməli 4 hissə. Sonra isə üçüncü qardaşın yaşı digərlərinin yaşları cəminin 4-də 1-i. Yəni digərləri yaşları cəmi ümumi 4 hissə, bu da 1 hissə. Cəmi neçə hissə eləyir? 4 o da 1 toplayırdıq 5 hissə. Və daha rahat olsun deyə mən nə edirdik? Bunlar üçün xəliyyədə tapırdıq. 3-ə, 4-ə, 5-ə bölünən ədəd neçədir? Ardıcıl ədədlər olduğuna 3, 4-ün 12, vur 5-ə 60x. Yəni burada şərt deyil 60x götürmək. İstəsəz elə 120x da götürə bilərsiniz. Fərq yox. Yaşlar cəminə baxın, buraya yazıram. Yaş cəmi bizə verib neçə? 120. Şərtdə də qeyd olunmuşdur. Biz xəyali olaraq neçə götürdük? X götürdük. Yəni 60x. İndi nə deyirdi bizə? Bir-bir gedirik. Birinci qardaşın yaşı digərlərinin yaşları cəminin 2-də 1-i. 2 ilə 1-i topladıq. Yəni 3 hissədən biridir. Ümumi deməli 3 hissəyə bölündü. İkinci qardaşın yaşı digərlərin yaşları cəminin 3-də 1-i. 3 ilə 1-i topladı. Deməli 4 hissədən biridir. Üçüncü qardaşın da yaşı digərlərinin yaşları cəminin 4-də 1-i. Yəni 4 o da 1. Cəmi 5 hissədir. 5 hissədən sadəcə 1 imiş. Çünki digərləri 4 hissə, bu da 1 hissə. 5 hissənə yaranır. Yəni həmin o dediyim kəsr məsələsinə baxın ki, əgər sizə qaranlıq qalırsa, sizin tam aydın olmuş olsun. İndi xəyali olaraq neçə biz götürdük? 60x. Düzdürmü? Birinci qardaşın yaşı bunların 3-də 1-i. 3 dənədən sadəcə 1 idi. Çünki 2-də 1 hissəsidirsə, 1 hissə özü, 2 hissə də digər qardaşların yaşları cəmi. 3 dənədən biri. 60x-in 3 dənədən biri 60x bölütsə vur 1-ə, birinci qardaş oldu. 20x. İkinci 3-də 1-i, 3 ilə 1-i topladıq. Yəni cəmi 4 hissəymiş. 4 dənədən biri buymuş. Onda olacaq. 60-ın 4-də 1-ini tapmaq üçün böl 4-ə vur 1-ə. 15x. Digərə, üçüncü qardaş digərlərin 4-də 1-i. 4 hissə digərləri, 1 hissə də özü. 5 hissə, bu da 1-i 5-də 1-iymiş. Onda 60x böl 5-ə vur 1-ə. Bu deyilir neçə? 12 deməli x. Yerdə nə qaldı? 4-cü qardaşın yaşı soruşur bizdən. Ümumi cəmi neçə x götürmüşük? Cəmi bunlara 60x vermişik, düzdürmü? Onda 20x, 15x, 12x. Yəni 60x-dan çıxsaq 20x-in, 15x-in ikinci qardaşı və üçüncü qardaşı 12x-i yerdə neçə qalar? 40, 40-dan 15, 25, 25-in 12-sini çıxanda 13x qalmış olar. Deməli 4-cü qardaşın yaşı neçəymiş? 13x. 13x-miş. Yaşları cəmi bizə neçə vermişdim?
120. Biz neçə götürmüşük? 60x. X-i tapaq. Həm cəm 60x, burada qeyd etmişik onsuz. Cəm həm 60x, həm də 120-dirsə, deməli onda 60x bərabərdir 120-yə. 120 60-a böləndə x bərabər olur 2-yə. Dördüncü qardaşın neçə yaşı vardı? Deməli 13x. 13 vur 2-yə bərabərdir 26. Dördüncü qardaşın oldu 26 yaş. Yəni 248-də cavabımız oldu D variantı. Yəni mən burada ikisindən ifadə etdim. Nəyə görə? Bu tip məsələlərin kəsrlə tənlik yolu necə qurmaq olar? Bəzən məsələləri belə verər, sonra deyər ki, məsələn burada bir şey var ki, müəllim onsuz bizə yaşları cəmi 120 vermişdi. Niyə 60x götürək? Elə 120-nin 3də 1-ini tapaq, digərin 4də 1-i. İndi onu da göstərəcəm. Bunu yazmağımda məqsəd odur ki, sizə birdən sual verdi ki, ikinci qardaşla üçüncü qardaşın, məsələn belə deyək, yaşları fərqi tutaq ki 9-dur. İndi digərlərinin yaşını tapın. Ona görə bunu yazdım ki, bu tür məsələləri necə qurmaq lazım sizin üçün bir daha aydın olsun. Amma burada yaşları cəmi hazır verdiyinə xəyali ədədsiz belə, yəni bu 60x-i götürməmiş belə biz bunu yaza bilərdik. 60x götürməyə ümumiyyətlə. Yenə eynən ikinci qardaşın, birinci qardaşın yaşı bunların 2də 1-i deyildi. Bir hissə özü, digərlərdə 2 hissə. Yəni ümumi 3 hissədən biridir. 120-nin 3də 1-i birinci qardaş böl 3-ə deməli vur 1-ə. Neçə yaş edir? 40 yaşı. Digəri 4də 1-i, yəni 3 o da 1, 4 hissədən biridir. 120-ni böl 4-ə vur 1-ə. Neçə yaşı var? 30. Digəri 5 hissədən biri. 120-ni böl 5-ə vur 1-ə. Bu deyilir 24. Onda cəmi 120 deyildi. Birinci qardaşı çıxdıq. İkincini 30-a çıxdıq və üçüncünü 24-ə çıxdıq. 70-in çıxanda 50, 40, 80-dən 80, 30-un çıxdıq. 50, 50-dən də 24 çıxanda 26. Yəni eyni cavabı tapmış olduq. Bu da oldu tənliksiz. Bayaqda tənliyi niyə göstərdim? Bu tip məsələ verər. Və məsələdə deyər ikinci ilə üçüncünün fərqi, birinci ilə üçüncünün cəmi və s. Yəni şərti biraz uzadar ki, tənlik yolda yadınızda qalmış olsun. Keçək onda növbəti suala. 249-cu suala baxırıq. İndi ana ilə atanın yaşları cəmi iki uşaqların yaşları fərqinin 20 qatıdır. 3 il sonra ana ilə atanın yaşları cəmi uşaqların yaşları fərqinin 22 qatı olar. Ana ilə ata fərqi yaşlarda və ata daha böyük olduğuna görə atanın indiki yaşı ən az neçə olar? Aha. Deməli, uşaqlardan qeyd edək. Uşağın birinin yaşına verək A, digər uşağa yaşına verək isə olsun B. Yaş fərqi nə olacaq? Fərq olacaq, deməli, A çıxılsın B. Və nəyə yada salırıq? Yaş fərqi dəyişmir. Yəni, biz məsələn, qardaşdan, əmi oğlundan, dayı oğlundan, əmidən, bibidən, xaladan və s. nə qədər böyük və ya nə qədər kiçiksə, illər sonradan və ya illər qabaqda o qədər böyük və ya da o qədər kiçikdir. Yaş fərqi heç vaxt dəyişmir. Məsələn, qardaşımız bizdən 2 yaş böyükdürsə, 5 il sonra da 2 yaş böyük olacaq, 10 il sonra da. Çünki zaman hamı üçün eyni gedir. Həqiqi mənada. Məcazi mənada isə kim üçünsə gec, kim üçünsə tez. Nəysə. Deməli, yaş fərqi oldu neçə? Yaş fərqi oldu uşaqların A çıxılsın B. Bir dəfə neçə qatı olub? Yaş fərqi, bunların yaşları cəmi ata ilə bunun 20 qatı. Vurdum 20-yə. Sonra deyir 3 il sonra. 3 il keçirsə, ananın da yaşı 3 yaş artır. Və atanın da yaşı 3 yaş artır. Yaş fərqi isə hər zaman olduğu kimi A çıxılsın B qalır. 3 il keçəndə bunların yaşları cəmi A çıxılsın B vurulsun 20 deyildi. 3 yaş ananın yaşı artdı, 3 yaş da atanın yaşı artdı. Və sonra isə deyir, uşaqların yaşları fərqinin 22 qatı oldu. Fərq yenə də hər zaman nə olacaq? A çıxılsın B olacaq. Yaş fərqi heç vaxt dəyişmir. Və həmin bu yaşlar cəmi bərabər oldu nəyə? A çıxılsın B-nin bu dəfə isə deyir 22 qatına. Vur 22. Yəqin ki, aydın oldu. Nəyə yadda saxladıq? Yaş fərqi dəyişmir. 3 il keçdi. Ananın da yaşı, atanın da yaşı 3 artdı. Ona görə 2 dəfə 3 gəldi. 2 nəfər vardı deyə. Yaş fərqi heç vaxt dəyişmədiyinə görə A çıxılsın B 22 qatı olduğuna görə, yəni fərqi vurduq 22-yə. Eyni yaşlar cəmi olduğuna görə bunlar bir-birinə bərabər oldu.
Onda bunu həll etsək. 20-ni A-ya vuranda 20A, 20-ni B-yə vurduq. Çıx 20B. Üzərinə gəl 3 üstə 3, 6 bərabərdir. 22-ni A-ya vuranda 22A, 22-ni B-yə vuranda çıx 22B. A və B-ləri bir yerə gətirək. 6 olduğu kimi yerində qalar. 22A yerindədir. 20A-nı sağa keçirdəndə çıx 20A olur. Çıxısını 22B yerindədir. Çıxısını 20B-ni sağa keçirdəndə toplamı olur. Üzərin gəlsin 20B olmuş olur. Onda 6 bərabərdir. 22-dən deməli 20-sini çıxanda 2 yazmış olur. Üzr istəyirəm. 22-dən 20-sini çıxanda qalır 2A. Sonra -22, müsbət 20. Böyükdən kiçik çıxıb böyücün işarəsi. 22-dən 20-sini çıxdıq, çıx 2B olur. Hər birini 2-yə bölsək, deməli böl 2-yə, böl 2-yə, böl 2. 3 bərabər olar A çıxılsın B. Deməli, uşaqların yaş fərqi neçəymiş? A çıxılsın B. Yaş fərqi 3-müş. Və hazırda indi bunlar ata ilə ananın yaşları cəmi uşaqların yaşları fərqinin 20 qatı idi axı. Yəni həmin o yaş fərqi 3-ün neçə qatıymış? 3-ün 20 qatıymış. Onda olacaq 20 vur 3-ə ata ilə ananın yaşları cəmi neçəymiş? 60. Yəni ata üstəgəl ana bunların yaşları cəmi neçəymiş? 60. Ata da böyükdür. Kimdən? Anadan. Anadan. Yaşları cəmdə 60. İndi bizə nə deyir? Ata ilə ana fərqi yaşlarda. Ata da böyük. Bizdə qeyd edirik ata böyük. Atanın indiki yaşı ən az neçə olar? Ata anadan böyük olacaq. Amma ən az neçə yaşı olur? Əgər ata ilə ananın yaşları cəmi bərabər olsaydı, ata da 30 olardı, ana da 30 olardı. Çünki 60 deyil, 2 yerə bölərdim. Amma ata böyükdür anadan. Anadan böyük olacaq, amma yaşı ən az. Deməli, məsələn, atanın yaşını tutaq ki, 35 də götürə bilərdi, 36 da götürə bilərdi və s. Düzdürmü? Amma ata anadan böyük olacaq ən az. Onda nə edirəm? Bundan 1 çıxaram, ananın yaşından 1 çıxaram, bunun üzərinə 1 gəlirəm. Yəni atanı götürərəm 31, ananı isə götürərəm 29. Yəni 60-ı elə parçalayaram ki, bir-birinə ən yaxın ədədlər olsun. Bu da bizə nəyi verir? Mühakimə yolu ilə mənfil ədədin tapılması kanalımızda izah etmişdik. Yəni 60-dırsa elə götürməlisiniz ki, ata 31, ana isə 29. Ata anadan böyükdür və ən az da atanın 31 yaşı olmuş olar. Yəqin ki, qaranlıq qalan bir şey olmaz. Ümid edirəm, keçək növbəti suala. 250-ci və sonuncu suala baxırıq. Aşağıda bir ailəyə aid ağac verilmişdir. Kim var? Babam, nənəm, atam, anam, dayım, mən. Aha. Nə verir şərtə bizə? Anam və dayım əkiz olub. Yaşları mənim yaşım 2 qat. Mənim yaşım deyirsə, bax burada elə şəkil üzərində göstərim. Deməli, mənim yaşım deyirsə, mənim yaşımı götürürəm x. Anam və dayım əkiz olub. Mənim deməli, yaşları mənim yaşımın 2 qatıdır. X-in 2 qatı ananın yaşı olur 2x. Dayı ilə əkiz olduğuna görə dayımla da olur 2x. Yəni dayı da 2x, ana da 2x. Aha. Ailədəki evli cütüklərdən kişilər qadınlardan 2 yaş böyükdür. Evli cütük kimdir? Ata və ana, baba və nənə. Düzdürmü? 2 yaş böyükdürsə qadınlardan, ananın yaşını 2x-ni ifadə etmiş idi. Onda atanın yaşı olur neçə? 2x plus 2. Bu da oldu atanın yaşı. Babanın yaşını nəsə bir şey yazmırıq, çünki nənənin yaşını bilmirik. Amma nə deyir? Babam və nənəmin, babam nənəmin yaşında ikən ikisinin birlikdə yaşları cəmi 20-dir. Və biz bilirik ki, baba nənədən neçə yaş böyükdür? 2 yaş böyükdür. Nənənin yaşında ikən 120-dirsə, deməli 2 yaş geri qayıdıb da. 2 yaş baba geri qayıdıb, 2 yaş da nənə geri qayıdacaq. 120 üstünə əksinə 2 nənə geri qayıtdığına görə, 2 də baba geri qayıtdığına görə 124. Yəni hazırda bunların ikisinin yaşları cəmi 124. 2 yaş nənə geri qayıtdı, 2 yaş da baba. Bu hardan gəlir? Bax bunu əlavə göstərim. Sizə tam aydın olsun. Baxın tutaq ki, nənəm, nənə və baba qeyd edirəm. Tam aydın olsun ki, bu 124 yaşları cəmini hardan tapdım? Məsələn, nənənin yaşını yazsam A. Baxın bizə nə deyirdi?
Ailədəki evli cütürklərdən kişilər qadınlardan 2 yaş böyük. Baba onda nənədən, baba ilə nənə evlidir, düzdürmü? Baba onda nənədən 2 yaş böyük. A plus 2 olacaq. İndi nə deyir? Babam nənəmin yaşında ikən ikisinin birlikdə 120 yaşı. Yəni babam A plus 2 nənəmin yaşında ikən. Yəni babam A olanda, düzdürmü? A plus 2-dən A-ya gəlməsi üçün nə qədər azaldı? Yəni A plus 2-dən çıxanda A-nı 2 il geri qayıtdı, düzdürmü? Onda nənənin də yaşı nə olacaq? 2 il geri qayıdacaq. A çıxılsın 2 olacaq. Yəni bu indiki, bu da bizə verilən şərtdir. İndiki yaşı bunlardır. Və həmin vaxt deyir yaşları cəmi 120. Onda bunları toplasaq, yəni A üzərinə gəl A çıx 2 bərabərdir 120. Çıxılsın ki, sağa keçənin toplamı olur 122. A üstə A 2A bərabərdir 122. 2-yə böləndə A bərabər olur 61-ə. Yəni nənənin indi 61 yaşı var. Babanın isə 61 üzərinə gəl 2 63 yaşı var. Yəni babanın yaşını yazdıq 63, nənə isə 61. Həqiqətən də 63 61-dən 2 il böyükdür. Və yaxud da belə fikirləşin. Baba 63 deyil, 61 olması üçün neçə il geri qayıdır? 2 il geri qayıdır. 2 il geri qaydanda 63-dən 61-in çıxanda geri qaydanda 2 il olur 61. İkisini çıxanda daha doğrusu 61. 61-dən isə ikisini çıxanda olur neçə? 59. Və 59 ilə 61-i toplayanda həmin vaxt yaşları cəmi 120 ildir. İndi isə bunların yaşları cəmi neçədir? 63 və 61. İndi isə bunların yaşları cəmi demək 124-müş. Bayaq da şifaya 124 yazmağımıza səbəb o idi ki, evli cütlüklər arasında kişilər qadınlardan 2 yaş böyük, baba nənənin yaşında olanda 2 yaş özü geri qayıtmışdı. 2 yaş nənə geri qayıdırdı. Yəni 4 yaş geri qayıdıb 120 olduğuna görə 120 isə 4 gəlib 124-ü oradan yazmışdı. Yəqin ki, o da hardan tam aydın oldu, yazıb göstərdi. Nəysə, demək olar ki, artıq tənliyimiz həll oldu. Bizdən də ümumi şəxslərin yaşları cəmin verib. Yaşları cəmin veribsə, deməli, mənim yaşım X, ananın yaşı 2X, dayının yaşı 2X, atanın yaşı 2X plus 2, 2X plus 2 və baba və hər birini ayrı-ayrı yaza bilərsiniz və yaxud da bir dəfənin yaşları cəmi yaza bilir. Baba 63, nənə də tapdıq 61 və bunlar cəmi bütün nəsil kök eləyib nə qədər? 252. Bütün nəsil kök burada olanlar da yəni. Nəysə. 2x, 2x, 4x, bu da x, 5x, bu da x, 7x bərabərdir 252. 63 üstə 61, 124 bayaq da qeyd etmişdik. Bu da 2, 126. 252, 126 sağa keçəndə çıxma olur. Çıxar 126-sın. Bunda 7x bərabər olar elə 126-ya. 7x də bərabərdir 126-nı böləndə 7-yə bir dəfə. 56-nı böləndə 8 bir dəfəni yazdıq. 7-ni onu oradan silək. Deməli, x-i tapdıq neçə? 18. Bizdən nə soruşurdu? Mənim neçə yaşım var? Yaşı nə ilə ifadə etmişdi? X-ilə deməli 18 yaşı var. Dayısının yaşı 36, anasının da yaşı 36, atasının yaşı 38. Hər kəsin yaşını qeyd etdik. Cavabımız oldu. Deməli 18 yaşı var. Umarım ki, izahların sizə bir faydası oldu. Qeyd etdiyim kimi, rəy bölməsində pulsuz WhatsApp qrupumuzun linkinə daxil olub. Orada da suallarınızı göndərə və yaxud da suallardan, izahlardan vaxtında və tez-bazar xəbərdar ola bilərsiniz. Video izahın sizə faydası varsa videonu bəyənib, kanala abunə olmağı unutmayın. Unutmayın ki, bu cür video izahlar daha tez qarşınıza çıxsın. Uğurlar, növbəti video izahda görüşənədək.